Niyə görə səndə hələ də istədiyin nəticə yoxdur? Niyə hələ də baxmayaraq ki, bu qədər işləyirsən, çalışırsan, nəsə edirsən, amma istədiyin nəticəyə çatmamısan? Hansı səbəblər sənə imkan vermir həmin o layiq olduğun və sən hiss edirsən ki, mən layiqəm, mənim potensialım var bu səviyyədə olmaq üçün, amma hələ də çatmamısan. Bu video faydalı olacaq oğlanlara da, qızlara da, kişilərə, qadınlara, hər kəsə bu video çox və çox faydalı olacaq. Çünki bu gün burada biz sizinlə heç kəs sizə deməyəcək söhbətləri danışacağıq. Bu gün nə vaxt mənə müraciət edirlər ki, Marcina tam hansı nəticə almaq istəyirəm ya nəsə, artıq gəlirlər bütün öz nəslin bilikləri ilə ki, atadan belə, anadan belə, dayı belə oldu, filan kəs belə oldu və hər bir şey karma haqqında danışırlar, öz astroloji, bürc haqqında hər bir şeydən bilirlər, danışırlar. Amma və enerji təmizlikləri edirlər. Yəni ki, insanlar doğrudan da çalışır, nəsə edir. Amma nəticə necə ki yox idi, elə də yoxdur. Çox üzdə olan bir səbəbə toxunmaq istəyirəm. İlk öncə mən sizə bir neçə suallar verəcəm və siz onların cavabından bəlkə də kimsə söhbəti tutacaq və bir anlayacaq özü niyə görə hələ də yoxdur həmin o nəticə.